Salam, Puzzle Show-la xidmətinizdəyik. İllər boyudur ki, dəğdəğəm bu idi, bir dənə məhvəli yaradaq, ta ərus damadlara bir dənə yaxçı rahnumalıq bərای öz toyları olsun. Ona görə mütəxəssisi ilə tamam hozəhay ərusunu dəvət eləyirik در قالب برنامه تا sizə بهترین راهکاری ارائه edək. Bu günlərin bir dənə qədimilərin həmkarların xidmətindəyik ki, məcmuələri بالای 15 ildir سابقələri var حوزه لباس عروستا و مزوندا و حتی قبل از او 5-6 ildə حوزه پوشاکda fəal idilər. Sərcəmi bu سابقə بالای 20 il təcrübəni bu günlərin sizin ixtiyarınızda qoyulacaq. Sərkar xanım Məhna həqiqətin xidmətindəyik. Salam arz edirəm. Ümidvaram ki, بهترین حالتınızda olasınız. Bir dənə özünüzdən balaca müərrifi buyurun ta gedək sər əsli mətləbə. Çox məmnunam dəvətinizdən, gözəl studiyuza. Çox məmnunam bu gözəl proqramdan ki, tədarük görmüsüz. Evet. Mütməyinnəm ki, ərus damadlarımıza çox işıq yolu olacaqdır. Hər babətdən də bilirəm ki, bəhtərin həmkarlar fərahəm eləmisiniz. Mən Məhna həqiqətəm, xanım ağay həqiqətin qızı, məcmuə müstəfnənin qızıyam. Biz varlıq var 15 ildir ki, Hite libas ərusda fəaliyyətimiz var. Ondan qabaq da dediniz kimi Puşak Zananə Mərdanədə butikimiz var idi. İndi bizim iftixarımız budur ki, sabıqəmizə görə ərus damadlarımıza dünyanın bəhtərin brendləri ilə anva əqsam modelləri fərahəm edirik ta azadi intixabları çoxalsın və bəhtərin libası gözəltərin günlərinə intiqab edə bilsin. Şəxsən hala xanım و آقای həqiqət bir kənar, sizin eşitmişəm öz حوزه پوشاکda və طراحی libasda təhsilatınız olub. Mənim öz riştəm hüquqdur, ay Təhmasib. Mən karşınası hüquq. Vلی خب علاقه‌ما görə در زمینه لباس عروس در زمینه مد و فشن bir seri də təhsilatım vardı. Əlbəttə xaric az İranda. Bir seri tərrahi hüquq dövrələri keçmişəm, bir seri furuş dövrələri keçmişəm. Çıxıb bunlar da çox müəssirdir. Ərus damadların rahmı. Çox gözəl. Nisbət bir qədim və cədid bəxş mezon nə qədəm təğyir hasil olub. چه از نظر کیفیت لباس و مد و علایق مشتری. Qədimə nisbət təğyir içi verilibdir. Çoxlar به خاطر modelləridir. Ağır libaslar bala-bala həsf olurlar. Sadə libaslar çoxlar gəlirlər və xop keyfiyyəti parçada çox fərq gəlir bu işdə. İndi çoxlar dünyayı mod gedir və səmtə sadəgi و زیبایی تا اینکه لباسایی çox ağır, çox donbaladar, çox yekə. Amma علایق خود تبریز بیاد çox پرکارişlərdir. Hala bu xuruci ərusları ki mezonlardan görürük. Hala o barəyə görə də söhbət eləyəcək. Bir dənə də məsələ ki var əvvəl karda. Hala xaric az bu listi suallarımda fərq əsasi mezonlar. Hala biz Təbrizdə top mezonlar nəzərdə alaq 5 dənə 10 dənə top mezonu. Nə mənədir bunların arasında? نوع ارائه لباسda. Hala چه bunu bu cəhətdən soruşuram ki, az nəzər xod duxtu özləri ola məhsulu xarici ارائه eləyirlər ya Tehran cinsi ارائه eləyirlər. دقیقاً dediniz kimi. Bir seri az babət keyfiyyət işin çox fərqi vardı. Bir seri az babət mədiriyyət furuşu üçün müştəridən nə qədər müştəri mədarlıqdır, be istilah özümüz nə qədər eldarlıqdır. Hər babətdən çox fərqi vardı. Qalıb o mezon içi işləri nə şəraitdə müştəriləri vardı. Bizim özümüzə görə xas siparə müştərilərimiz vardı ki, onların istədiyi niyazları fərahəm edilir. Və əlbəttə böyüklərin vəzifəyi ki bizdə vardı. O qapıdan gələn ərus damad ruhi xoşla açırıq qapımızı və ruhi xoşla da yola salırıq. Bir dənə ərus bu ləhsə Təbrizdə istəyib bir dənə mezon intiqab edir. Nə cür bir dənə yaxşı mezon intiqab eləyə bilər? Nə cürdür? Xanımların arzu kudəkisidir, ərusi və libas ərus puşidən. Əlavə bər o xəriddəki xop bizim əlavə qanımızdır damarlarımızda. Çox xoşayənd bir şey. Kaş hamı pullu belə hamının əlaqə xəridə. Dəqiqən öcürdür. Məmulən bir dənə ərus vaxtı istəyir libas ərus seçsin. Hər neçə dənə sən şəhərdə x ədəd mezon vardı. Hamısına gedir baş vurur. Hamısını ba həm müqayisə edir və onda indi. Aya yaxşıdır ki, tamam mezonlara baş vurala. Xop qal bərsin o şəraitinə. Yox, öcür çox da yaxşı. Siz özünüz olasınız, nə şəraitdən o mezonhay targetinizi intiqab eləsiniz? Xop bizim işimiz biraz sabıqı xanivadəgiyə gedir. Bir dənə ərus gedir, kollə xanivadə onu görür. Bir dənə ərus küçüklərin məhvəli ki var idi, o bir 100 nəfərlikdir. Yəni bizim abırımız, bizim nümayəndəmiz həddəqəl 100 nəfərin arasında görsən. Və xop mənim xoşbəxtana böyüklərin şansım odur ki,
Həmişə mənə bازxورد olan ərus damadlar xanavadəgidir, dost aşnadır. Biri gedir o birisinin həmrahında gətirir. Ona görə bizə gələn çox da axtarmaz, bilir hara gəlir. Dəqiqən. Bir dənə yoxçu biz fərz eləyək ki, bir nəfər əslən Misteflə vücudiyyəti yoxdur. Bir dənə ərus istəyib, bir dənə yoxçu mezon intikhab eləyə. O mezona vaxtı varid olur, hansı xüsusiyyatı o mezon biləsinə əhəmiyyəti olsun. تنوع لباس çox mühümdür. Tənəvvü model çox mühümdür və bəğeyr o libas gərək rahat ola əruslarda. Be xatir اینکه bu bəhətərin gününüzdür sizin. Bir zərrə dəğdəğəyi fikriniz olsa, bir zərrə qaşqabaz düşsə, heç bilməyəcəksiniz saat nə cür keçdi qabağa və o gün nə cür qutuldu. Yəni libasın modeli çox mühümdür. Sizin ürəyinizə yazsın. Tənəvvü çox mühümdür ki, tədadə libası olsun və bu içi çox rahat ola biləsiz. Biz intixabda bir dənə deli bir qəziyyə ilə baxırıq, görürük bu mövcudiyyəti bu libası söyürük ya yox. Xoş, bu bir bəhsidir ki, səliqədir. Eləyə bilər bir ərus bir libası söyə, bir ayrı ərus ayrı libası. Ona görə mən məqulə tənəvvü gəlir vəsədə ki, bir dənə mezon bəran ki, müvəffəq ola, tənəvvü libas olur. Amma mən bir dənə nəzər təxəssüsü istəyirəm. Siz özünüz az nəzər fənni bir dənə libas istəsəz intixab eləyəsiniz ki, onun keyfiyyətin o məqulələrə baxasınız, o müəllifələr biləcə mühüm olar ki, libas intixab eləyəsiniz. Bəğeyr az o söymaq və səliqə. Onlar nə mənədir ki, əruslar bəğeyr az öz söymaqları o müəllifələrdə təvəccüh eləsinlər. Fiziki şənaxtı, anatomiya, bədən əruslar və şənaxtı ki, mərasimimiz nə şəraitdə bərgüzar olacaq. O mərasimi ki, gəlir bir dənə talar, ayaqda 100 metrlikdə bərgüzar olur. O mərasimi ki, bir dənə yekə bağda bərgüzar olur. Təfavütləri vardır. Əvvəlcə öz bədəninizi tanıyasınız. Özünüzə nə mənə yaraşır, sizin fizikizə, sizin heykəlinizə nə mənə yaraşır. Ondan sonra da şərait ki, mərasim bərgüzar olur nə cürdür. Siz bir dənə çox keçə donulan, çox balaca fəzada xoşayən gözə gəlməlisiniz. Çox zərif libasla da, çox tədad qonaqda, çox yekə fəzada itəsiz, mizbanınız görsənməz. Bu mərhələdə biz varid əməl oluruq. Oracan ki, ərusların səlahiyyətinə ehtiram qoyuruq, şəraitlərini bilirik. Bəli, oracan ki, ərus damadlar icazə verirlər. Biz həmişə müşavirə veririk bilələrinə ki, harda nə tip libaslar geyinsin və kimin heykəlində nə şəraitdə libas dayanır. Bu müşavirə bizdə nə qədər riayət olur? Yəni hərfi müşavirə ki, bir dənə karşınas vaqən müşavirə verə və nə müşaviri biznesi fəqət furuş ola. Bizim işimiz heç vaxt ticarət üstünə keçmir. Bilirsiniz nə cürdə? Mərasimi ərusi bir şəraitdir ki, ömürdə bir seridir. Həm ay damada, həm ərus xanıma. Bu bir dənə hədiyyə-i mandiqardır, yadigardır həmişə zehnində. Biz heç vaxt alver eləmirik, indiyin pulunu qazanmırıq. Dəraz müddətdə bunlar gedirlər, famillərlə gəlirlər, dostlarla gəlirlər. İlləti budur ki, razıdırlar o şəraitdə. Bunun da poştvanəsi budur ki, usulü müşavirə olunur. Yəni fəqət və xatirə satış biz donu vermirik əruslar. Hala satışdan söz gəldi. Bir dənə indi libası ki icra olunur, iki halətdir. Biri kirayədir ki, müştəriyə verilir. Biri furuşdur. Mən istəyirəm görəm, ərus damada icarə çoxdar mənfəət elər ya furuş, ya xud mezona furuş çoxdar mənfəət eləyir ya icarə. Bilirsiniz, ikisinin də iki bodu var. Ərus damaddan baxsaq qəziyyə, bir tərəfə qəziyyə bəxşə məişəti iqtisadidir. Bəli, bir tərəfə qəziyyə budur ki, siz ömrünüzdə bir seri o libası giysiniz və o yadigardır. Xoş, həm xərid bəhtərdir bilələrinə. Çünki o sizin öz libasınızdır. Hər şəraitdə istifadə edə bilirsiniz. Qəblə mərasim əkkası olur. Ondan sonra yadigar qalınır. Nəsləndən nəsl bu gedir qabağa. Bizim babətimizdən də xoş 100% furuş bəhtərdir. Çünki sən libasın istehlakı getmir mənə. Vaxtı ərus gedir, mərasim atəşbazda don yarımçılıq gedir. Xoş. Bir tədad həmkarlar buyururlar ki, icarə bəhtərdir. Yəni az nəzər sudi mezona bəhtərdir. Bu ha vaxt ittifaq düşür ki, az nəzər sud mali icarə bəhtər olur. Bir tədad həmkarlar bilirəm, vardılar, bu işi söyürlər, görürlər. Bəli, tədadı məhdud libas və tədadı dəfəati ki kirayə verilir, libas aradan gedir. Keyfiyyəti iş yenə, şayət qutah müddətdə 1 il, 2 il, 5 il bazı zamanında bir iş ola ki, sudavər ola. Bəli, bolənd müddətdə heç nəticəsi yoxdur. Ərus nə mənə libası götürsün ki, dəqiq 80-ın o libaslarına da
İndi məsələyə xassam olmuyor. همیشه سادگی زیبایید. همیشه ببارد. ولی خب سلیقه شخصی də dəxildir bu işdə. Heç vaxt biz gələn deyən maraqçı xanıma X, xanıma Y. Bu libas sizə çox bərazəndədir. Vaxtı öz ürəyinə yatır. Axı bir dənə də qəziyyə var. Bu bərnamə bir bəxşi az hədəf az bu bərnamə də budur ki, xətt fikri o fərhəngi və ictimai əruz damadlara da bizə nə təğyir verək. Xo, ta inki bu xəttidən çıxıla və o sadəcə ki siz buyurursunuz, ona yaxındar olaq. Və istəyirik ki, nəzər mütəxəssisini soruşaq hala bu zəminədə ta onlar behtər rahnumalıq eləsinlər. Çünki bunu da siz qəbul eləməyəsiz 80-90% مشاوره که تبریزdə tamamı sınıf əruzi dolu برای فروشdur. Çünki hərə bir dənə məcmuə ki açıb və müdiriyyət eləyib, دنبال suddur və zində nigahdaşdan o məcmuədir. Bəs bundan biz qaçanmarıq ki, bir dənə vəqti məcmuə, hətta mənim məcmuəmə varid olanda mən müşavirəyi verirəm ki, mənim məcmuəmi intixab eləyə. Xoş? Amma bu bərnamədə xaric az məcmuəmiz danışırıq. Yəni mən nə öz atolyemdən danışıram, ya o mütəxəssis ki danışır, gəlir burada söhbət buyurur, öz məcmuəsindən danışmır. Biz bu ünvanı müntəqid baxırıq və bir dənə düz rahnumalıq, xaric az bu müşavirəyi, biznesi danışırıq. Amma istəyirəm bu nəticəyə yetişək ki, indi Təbrizdə xo bir dənə əruz damaddan öz nəzərləri və xanvadəsinin nəzəri intixabi libasa çox daxildir. Bunu gərək qəbul eləyək. İndi xود خط فکری əruz damadlar hansı səmtə gedir və xanvadələrin xətt فکرisi hansı səmtə gedir intixabi Əruz libasda? damadlar beruztərdilər. Be istilahi ki deyirik haləti Avropalılar, Helenistik də onları çox dərsə. Damanhay kəm həzm, bala tənəhay kəmkar, çox batər daşlı maşlı işlərdən uzaqdılar. Bəli, xop dediniz kimi, xanvadalar əlal xüsus Təbrizdə sarğı bərqi ehtişamı söyürlər. Bizlərə donla, böyütmə söyürlər, işlərini çoxaltma söyürlər. Xuruci salon mezonlar nə cürdür? Biz Hansı qəşrəz libaslar çox Biz gedir? öz hitəmizi deyək də, öz səliqəyə müştərilərimizlə icazə verin, mən Xahiş cavab edirəm. verim buna. Biz nə Avropaya gedirik. Xop, bizim şəraitimiz mərasimimizlə müsaitdir. Nə bu əldən Luxury, lüksaya ərəbiyə gedir. Bizim səliqəmiz İrani pəsəndidir. Çünki bizim özümüzün əsalətən bir mərasimlərimiz vardı, bir əhd süfrələrimiz vardı və gözəl-gözəl bərgüzar olan şəraitlərimiz vardı. Biz fimabeyn həmişə intixab elərik. Mütəvəssit Təbrizdən cürdür. Siz indi müxtəlif vecihlərdə görürsüz, mezonlarda da görürsüz. Deyirəm də biraz fimabeynidir. Nə o həddə Aha. çox sadədir, nə bu həddə çox işli qaşlı yekəd onlardır. Mezonهای Təbrizdə müxtəlif cinslər ira olur. Çə hala bir bəxşi az həmkarlar buyururlar ki, bunlar xarici cinsidir ki, varidatıdır. Kollən əsən İranda üstündə işlənməyib. Ya bir tədad cinsləri ki, burada tikilir və bir tədad da Tehrandan gəlir, xarid eləyirlər. Bunların renci qiyməti Təbrizdə bir dənə mezonda libas, çə icarə, bir dənə şurui qiymət və nəhayəti qiymət, bir dənə də furuşda şurui qiymət və ta nəhayəti qiymət buyurur. Ondan sonra mən idamə sualımı deyim də biləsə. Xüsusilə təhmasəbi qiymət bər əsası bu için əməli məsalih, material işlənir, çox fərqlidir. O adam heç xarici cins gətirir, geyib bu Fransa ilə, xop bazar qiyməti dollarlandır. Bu təbiidir ki, qiyməti balay 10-15 tüməndən başlayacaqdır. Bəli, xop o həmkarlar ki, İrani işlər gətirirlər. Bunlar fikir eləmiş 4 tüməndən vardılar kirayədə. Qiymətlər xəriddə biraz bunlardan yuxarı tərdir. Hala nə qədər yuxarı tər qalıb o metraj 2 parçada işlənir. Bir dənə yaxçı libası əruz xaricidən həmin neçə hududdadır? Bir dənə də İranı libası. İndi bir hudud bilirsiniz da. Çox yuxarıdır. Xarici libasın yaxçısı hududan $1000, $1500 yarımdan başlar. Başlar. Yox, o iki ideal səliqə bir dənə Təbriz uşaq. Gözəl işlər vardı. Öcür çoxdan ucumi. Bəs $1500 olsa məsələn həddəqəl gəl 100-150 milyon toleransında bir dənə libas ola. Bəs bir tədad həmkarlar ki, məsələn 50 milyonluq libas görsədilər, deyirlər bu məsələn xarici libasdır. Aya əruzlar ona inansınlar? Biraz şam lütfuluq elirlər də. Çox qabil qəbul bir cavab deyil bu. Çünki deyirəm, xarici libas mütəəssifanə bazar qiyməti ərz ilə gəlir. Bir dənə hesabı doduqda çartadır. Bir dənə də məsələ ki, ələm var. Hala material özüm bilirəm ki, çox daxildir.
Range qiymət Təbrizdə çox mütəfavitdir. Əruz damadlar çox sərdarqom olurlar. Geyirlər bir mezondan bir qiymət alırlar. Geyirlər o biri mezondan 5 bərabər qiymət alırlar. Bu təfavütü qiymət nəyə görədir? Elə xarici cinsin təfavütü qiymətinə görədir. İrani işlər, Tehran işləri olsun, mezon işləri olsun, xəyyati işlər olsun, həm az nəzər parça metrajları astardır, həm xop qiymət realıdır. Bəli, xarici işin qiyməti bazı Az nəzər keyfi nə qədəm təfavüt daha var. Yəni Siz onlar bir az dana nəzəri Nike keyfi. başmağla bir dana vətəni başmağı müqayisə eləyincə onun nə qədər fərqi vardı? Çox fərqi var. Buna əsən danmaq olmaz. Bir dənə əruslar ələn libaslar ki, Təbrizdə hala o buyursuz keyfiyyət ləhazından geyirlər, gəlirlər. Biz hala öz təcrübəmi deyirəm, geyirik Bağdad Qasili atölyədə. Bu bir saatın içində ərusu yaralayır, canında dayanmır. Ərus dəbəşənmir əslən. Aya bu tərrahidə buna fikirləşmirlər ki, bu ərus imkanı var dəbəşədə sabit qoymayacaq. Yəni ümumən 50% bebalı ərusları ki gəlir biz əkkası eləyirik. Əslən imkan əkkası yoxdur ya təsvir yoxdur. Ərus 5 qədəm atlayanmır və sabit bir yerdə qoyuruq və deyir əslən mənə dəbətmə ki, kullən yarıyam. Bəli, toy günü. Niyə bu libaslarda bu ittifaq düşür? Ehtimalən bu həmkarlar libasları qəbləndən əslən xorov eləmirlər, amadə eləmirlər şəraitə. Ərusa öyrətmirlər, nə cür otursun, dursun, yerisin, oynasın, teyyə mərasim. Maşın ərusa nə cür yerləşsin, caygahda nə cür otursun. Və bu ki vaqəən o keyfiyyətə, materiala cinə gedirik. Behtərin libas ki siz ömrünüzdəcəksiniz, libas ərusuzdur. Bu niyə sizi cəh yaralayır? Bir dənə də hala sizə əvaylı söhbətlərimiz buyurdunuz ki, bir dənə müşavirə olunur ki, sən hansı tağlara geysən, nə iş görəcəksən əslən, bər əsas o libas verək. Aya bu tamam mezonlarda bu müşavirə olunur? Çünki ümumiyyətən bir dənə balaca tağlara tərəf bir libas geyir ki, əslən xeymədir, libas da. Bu xuruci niyə bir dənə mezondan çıxır? Aya hədəf fəqət furuşdur, ya bir dənə düz müşavirədir? Mütəəssifانه hədəf fəqət furuşdur ki, dediniz kimi ərus yeriyənmir də. Fəqət donu verirlər ki, alış-veriş olsun, qutulsun. در حالی ki bu müştəridir ki, müştəriyi gətirir. Siz məndən razı olsanız, həmşirəzi mərasimində də gələcəksiniz, dostunuza da mərifə eləyəcəksiniz. Bəli, xop, niyə gərək bir şərait? Bir dənə də qəbdəki suallardan qaldı. Təfavüt umdi bir dənə xarici libas. Mən o zahiridə deyirəm ha. Çünki mən bir şenidələrim var ki, xarici libas qabil resayzdır. Burada bir cür düzəldirlər ki, 2-3 dənə sayzın əndazəsi ola. Amma deyirlər xarici libaslar boxdır. Yəni məsələn sayzı 36-dir. Gərək əgər xərid eləsən 3-4 dənə ondan gərək xərid eləyəsən, gətirəsən. Aya bu söhbətlər var? O seri həmkarlardılar ki, amadə iş gedirlər, alırlar və xop amadə iş fəqət hər nə mənədir ki, nümunə showroomda vardı. Siz bir dənə yerə göstərsiniz ki, nümayəndədir, sizə görə tərrah olunar, sizə görə sayz olunar və əslən fiks şərait yoxdur. Yəni eləyə bilərlər ki, eyni Təbrizdəki duqda olan ya Tehrandakı duqda olan 2-3 dənə sayzad olar. Buna görə sizin səliqəzə görə təğyirat əndami və təğyirat model. Bir dənə də sualım ki var. Fərqi bir dənə nümayəndə və o nəfəri ki gedir oradan libas alır, kullən mənə təşrih eləyə bilərsiniz ki, biz nəyə gərəkdən nümayəndədən xərid eləyək? Yəni ki, gedək bir dənə məsələn X nami var ki, gedir elə məsələn Türkiyədən xərid edir, Fransədən xərid edir, gətirir, deyir bu libası oradan alır. Siz özünüz bilirsiniz, indi bu işlər çox xəzinəlidir. Vaxtı bir nəfər nümayəndəgidə kolli xəzinə qoyub ora və be tedad o xəzinəyi ki vardı, tedad o tənəvvü model libası vardı. Vaxtı bir yer nümayəndədir, sizə görə dediyim kimi tərrah olunur. Sizin heykəlinizə görə, sizin sayınıza görə, sizin səliqəzə görə, sizin mərasimizə görə. Hər şey sizə görə, hətta sizin büdcəzə görə tərrah olunur. Bəli, xop, o birisi həmkarlar ki, gedirlər xarici iş gətirirlər. Bunlar əksərən ümdədən götürmürlər bu işi. Bunlar 3-4 dənə amadə nümayəndədə, şöbədə olan, showroomda olan donları götürürlər ki, xop, showroomda onları fiksidir. Sayızları təğyir tapılmaz. Məmulən ideal mankəndir. Ona görə müşkül qabağa gəlir ki, qəddi uzundur, bədəni qıssadır, dardır libas. Niyə cebdən o umdə furuşdan almırlar? Gəlirlər. Bəlidir, çünki umdə furuşacaq bir təvafuqu sahliyanə verirlər və tedadı müşəxəs libas xəridarı olunur. 3 dənə, 5 dənə, 10 dənə ilə olmaz. Niyə bəzi mezonlar ya ümumiyyətən mezonlar çox dəqiq nəvədi libası təhvil verir?
ərusa. Hala bəxşə kirayədə, hala biz deyək xəriddə məmulən bir həftə qabaqlar təhvil verirlər. Niyə kirayədə çox dəqiqin nəvəd verirlər? Bütün o əruzdan qabaq ayrı əruzlara da veriblər o da. Cəhd ona amadə ol. Bəzi yerlərdə də görülüb ki, ərus bir dənə libası sifariş veribdir bəray icarə. Dəqiqi nəvəd yetirməyiblər. Aya siz indiyəcən bu moriddə görübsüz? Bizdə hər fəs təqribən 10-15 də əruz urjansı gələr ki, gecə yarısı səhər saat 5-də, 4-də. Mənim də onum yetişməyibdi. Mənə libas ver. Niyə bu ittifaq düşür beynə mezonlar? Görüb cəhd bir dənə əruz amadə libası gedə görə, əynində ciyə, onun şəraitini bərrəs eləyə və onu təyyə eləyə ki, bunu məsələn astin söyürəm mən buna, astin qoya bilərsiz. Qoyun, mən gəlim baxım, mərasiməcən zehnim aram olsun. Söz verirlər, don yoxdur arada, əruz inanır. Hardan sifariş verirlər bu donla? Əksərən Tehrandan gəlir. Bunu müdiriyyət eləyənmirlər ki, bir dənə vaxtında yetişə? Tədat da çox da, 15 dənə sizə gəlsə, bir baxın görün Təbrizdə bir fəstəkarı. Mənim elə ərusum var idi ki, gecə saat 9 yam dükan bağlananda ərus damat xiyabanın əlində ağlaya-ağlaya çağırdılar biləmiz ki. 4 aydır bizə libas yetişməyibdi. İndi libas 2 gəlib, istədiyimiz libasla bir dəyir və əsən sayızıma dəyir. Biz 24 saatdan az bir zaman idi. Özdə dəqiqən Şəhribərin şuluq tarixləri idi, həftənin axırı idi. Kollən libasın astindən dəyişdik, bədən əzini dəyişdik, hər şəraiti amadələdik və yola saldıq. Bir tədad da əruslar buna mu'tərizdirlər ki, biz geyrik bir qiymət danışırıq mezonlarla. Qiyməti tamam şudu, axır həman olmur. Nə cür təvafuq imzalayırlar, nə cür qərdad bağlayırlar. Tərəf məsələn bir dənə libası intixab eləyib, məsələn fərz eləyə X miqdar. Tərəf qutulanda deyir 5 milyon izafə olub, 10 milyon izafə olub. Mən məxsusən bəhsi o libashایی ki, əruz sifariş verir duxda برای icarə با səliqə özü və xəridlərdə. Qəraردad içi yazılır, hər şey orada səhih və şəffafdır. Heç cayı ebhami yoxdur. Tərəf 2 gün toya qalan deyib 10 milyon izafələşib. Əgər bu libası istəsəm bu bilər. Siz özünüz eşidibsiz müştərilərinizdən. Bəli, vardı. Buna nə iş görə bilərlər ustama? Mötəbər yerdən xərid eləsinlər. Mötəbər yerlərlə qərardad bağlasınlar. O yeri ki, sabiqəsi azdır. Düzdür, şayad burada kəm sabiqə həmkarlar məndən inciyərlər. Bəli, hamı bir deyil. O yeri ki, sabiqəsi azdır, təcrübəsi azdır. Xop şəraiti fərq eləyir. Behtarin iş. Axı siz bir dənə məsələn indi buyurursunuz. İndi Təbrizdə məsələn 3 dənə çox qədimi mezon var ki, bunların sabiqələri də müşəxxəsdir. Səbqələr də müşəxxəsdir. İndi bir nəfər gedir bir dənə ümumiyyətdə mezona. Biz ad taparmırıq bu bərnamədə. Hamı deyir tənə əvvəldir. Buna hardan təşxis versinlər? Əvvəlin neçədən müəlləfəsi var. Bir zirə libasdır. Bir libasın iyidir. O libas için nudur. Özünüz bilirsiniz. Bir dənə çöynək alsınız furuşqahda. Bunun nə cür bir iyi var? Parça iyi vardı. Düzdür. Ayrı bir şəraiti yoxdur. No iyi gəlir. Bir də xab libaslar üçün yekə bir libasdır. Bunun astəri var, zirəsi var. Zirə təmiz gərək olur. Zirə içi mərasimə gedir. 10 saat, 12 saat arasının əynindədir. Bax o zirə heç istifadə olmayıbdı. Çox fərqi vardı. Bir də orada görürsüz cinsi. O cinsdən mütməyin olun ki, toyuzacaq. Bunu mən istəyirəm ağah olam. Təbrizdə nə qədər mezonlarda təni dosi və təni eni tən əvvəl əvəz veriblər. Çox bu işi görürlər. Bəs ümumidir. Yəni şayə bir qəziyyədir. Təcrüdə vaxtı bir dənə furuşqahın 30 dənə libası vardı. Bu 30 dənədən şayad 5-i təmpuş əvvəl ola, qalan 15-i, qalan 25-i təmpuşdur. Bir dənə standart mezon gəl neçə dənə libas olar? Müştərisinə görə fərqlidir. Çox ümumi mütəvəssit edir. Həddəqəl 200-250 dəcəh libası olur. Ələn Təbrizin mezon Buya Təbriz olar. Təbrizin mezonlarının neçə dənə libası var mütəvəssit? Fikirəm nəzdiki 50-60. Bəs mütəvəssitdən biz çox aşağıyıq. Bir tədad əruslar. İndi tərcih verirlər ki, üzlər gedib xarici kəşvərdən libas təhiyyə eləyərlər. Bunun nə təfavütü var? Bir dənə ərus gedib xaricədən libas təhiyyə eləyə. Ya ki, elə bir dənə mötəbər mezondan təhiyyə eləyə onu. Xəzinələr. Xəzinə pərvaz, vurudi, Biz fərz eləyirik ki, hala o bir dənə xəzinədir, biz onu qoyuruq ki, əslən dövlət verir. Xoş, əslən rayqandır. Əslən ya bir dənə məsələn müsafirət özlərinin arasında gediblər bu işin də dahası.
Siz özünüz hangisini tərcih verəsiniz və peşnahadınız onlara nədir? Bu söz məşvərət üçün olunur əmrə libas ərüsün intikhabında. Siz burada məşvərət eləyə bilərsiniz. Burada mamazı gətirə bilərsiniz. Dünyanın ayrı yerinəcəksəz, siz bir ağacdır. Buranın şəraiti ilə libas intikhab edirsiniz. Sizin mərasiminiz məsələn Rusiyada da ərçəcək buradan don alasınız. Lübnanda da ərçəcək buradan don alasınız. Sizin mərasiminiz bu iqlimdə, bu coğrafiyada bərgüzar olur. Əsasən xəzinə nə qədər təfavüt elə. Çox fərqi vardı. Biz hələ bileti qoyaq kənara, xərid də var. Siz aya ucuzlar ala bilərsiniz o libası? Mən onu deyəm, xərid edirlər, libası təkidir. Bizim öz məcmuəmizdən xərid edirlər. Hər şey ayaqlarının altında, anvar modellər vardı orada. Baxıb xəzinə edirlər, çox az. Aya imkanı var o halda da bunların başlarına böyük qoyala. Niyə yoxdur? Hər yerdə hər cür adam var. Yəni bir dənə dərəcəsi libası. Vaxtı öcür çox ittilatınız yoxdur şəraiti libas ərüsdən, şəraiti duxtundan, keyfiyyəti parçasından, materialından, daşlarından niyə olmaz? Və çox adam da bu işi əncam verir ha. Yəni biz istəyirik ki, onlar ağah olalar, əgər hədəflər var. Təhtə bir dənə yaxçı məsirdən gedələ. Are, bir dənə də sual ilk hala zehnimdə cavab verəmədim. Siz özünüz olasınız. Xaricdən libas alasınız, yəni xarici libas toyuza istifadə eləsiniz ya duxtu İran? Mənim cavabım müşəxxəsdir. Mən xarici libas intikhab edərəm. Aya burada bizim müşkülümüz parçadadır ya duxtudadır İran? İkisindədir. Bilirsiniz, əmri tekstil bir şeydir ki, dünyada pis kəsbət məmləkətlər vardır ki, hər yerə sadir edirlər. Siz bunu inkar eləyəməzsiniz. Bizim burada yaxçı həmkarlarımız var, yaxçı xəyyatlarımız vardır. Bəli bir yer iç məsələn xuruci saliyanəsi 5000 danadır. Bax o yer iç xuruci saliyanəsi 15 dana deyil. Çox fərqi vardır. Bu zirsaxdır. Aya olanmazdır ki, İranda da bir dənə yaxçı bir brend ola və bunu told eləyə. Əlbəttə ki, ola bilər. Bəli, yenə də materialı xaricidir. Necə ki, sizin durbinləriniz xaricidir, lenzlər. Axı bu bir dənə də məsələ 50% əlan materialdır. 50% materialı xarici kişvərdən də təhiyyə eləmək olar. Ümdə də betəb təhiyyə eləsən, şayad 1/5 qiymət təhiyyə eləyəsən, becə 50 metr 5000 metr alasan, betəb onun qiyməti çox əşatər olacaq. Amma bu arada bir dənə də məsələ duxtudur. Bu duxt çünki İranlıların əlan fərhəngində minlər ildir ki, bizim o texnologilər bizdəymiş ki, bizdən gedib onlara və onlar istifadə eləyirlər. Əlbəttə biz eləyə bilirik az nəzəri, o deyirlər genetikimizə görə çox betər duxtu verək. Və bu gərək üstündə işlənilə hala o nəfərləri ki, sərmayəguzardırlar, bir dənə məğzi mütəfəkkir adam gələ bir dənə də bizim brendimiz ola İranda ki, libasları təhiyyə eləyək və verək bazara, hətta bunlar sadir eləyək. Və bu həsrətdə qalmayaq ki, mən gedəm X məsəl brendindən libas alıb gətirəm. Bir tədad yerlərdə də ala biz duxtu İran istəyirəm, biraz mətuf olaq. Deyirlər ki, bu parçanı mən məsələn Fransadan gətirmişəm, bu daşı məsələn brendidir. Bunların nə qədər vaqiəti var? Və qiyməti xurucidə nə qədər təfavüt ola bilər? Qiymət xurucudur ki, vaqiəti qəziyyə göstərir. Bir də xop çeşmə vaqiətidir də. İndi sosial media hamının əlinin altındadır. Siz vaxtı bir dənə X brendidən bir şey istəyirsiniz, müşabihin hətta vaxtı tövlid edirlər. Açırsınız, müqayisə edirsiniz. Və o qiyməti ki onda vardı və o qiyməti bazar daxili çox mütəfavitdir. Bir dənə də ki, böyük intiqad var. Onlar ki, tolidə daxil eləyirlər. Budur ki, bunlar ki, brendهای xarici məsələn nümayəndəçisidir və o brendlər bunlara libas təhiyyə eləyirlər. Deyir biz duxtu daxil öz əksilərimizi qoyuruq. Bunlar amma jurnal əksi qoyurlar və özlərindən tolidləri yoxdur. Hamın əruslardılar ki, axır dəqiqə şarkı gəlirlər də. Haman şəraitdir. O libası intixab eləyin ki, özün görürsüz. Çə əksi ola, çə xod libas ola, çə sifariş üstünə əcəsəndə o. O mövcudi intixab eləyin ki, qabil eləmisiniz, əyninizdə giysiniz və nəhayə eləyirsiniz onu. Əhsidə hər şey gözəldir, əhsidə hər şey ideal. Əlan nə qədər bu kataloq var, nə qədər mövcudi mezon var. Yəni siz indi bir dənə nümayəndənin mezonuna gedirsiniz, mövcud libası nə qədər olacaq? Həddəqəl var ki, Təbrizin səthi şəhrinə cavab versin. Həddəqəl 200-250 dəcə. Sizin əlan özünüzün o mövcudu var.
Və aya o əndazədə Təbrizdə mövcudu var ki, bir əruz gedib baxaq? Deyirsiz bir dənə ona cəlaq həmkarların arasında çalışa çəkək, hər öz mövcudusunu qoysun. Mezonlardan baxaq Mezonlar şəraitlərdə. sizi çalışa dəvət elədilər. Mezon Misteflə mövcudularınızı istor eləyin. Bizi də həttəmən tərk eləyin. Mən özüm də istor eləyəcəm bu qəziyyəni. Xoş. İndiyəcən olub bir dənə xarici keşvərdən müştəriniz ola ki, əruz fərz eləyək Kanadadadır, toyu burdadır. Xoş. Buna nə cür müşavirə vermək olar? Çünki bu qəziyyə fəqət xarici keşvər deyil ha. Bir teydə şəhristanlarımız var. Are, şəhristanlarımız var, yollar uzaqdır. Əruzdur, söyür, o stresini azaldır. Əslən, belə mövcudu nəcürdür? Bunlar nə cür müşavirə vermək? Uzun adım verirəm biləcə. Əgər ki, bərnaməmizə baxsa, həttəmən bizə yazsın. Niku idi adı. Mərasimləri İranda da dəyirdi. Xaric az İran idi və özləri də sakinə buradadırlar. Sueddən təşrif etdilər. Axır dəqiqə libası bizdən təhvil aldılar. Türkiyədə mərasim bərqərar oldu. Biz tamamilə rəviyyəni onlayn getdik qabağa. Həmşirəsi burada idi, maması burada idi. Onunla müşavirə edirdik, modelləri danışırdıq, sayzlarını tənzim edirdik, parçalara baxırdıq. Özü onlayn olurdu, cavab verirdi bizə. Onun üstü ilə qabağa getdik və libas intixab elədik biləsən. Həttəmən deyirəm biləsən, Niko, əgər bizi eşidirsən, həttəmən bizə yaz. O çox arə, çox yaxşı olar ki, bala bizim o əzizlər də ki, yaxında dərlər, bunlar yaxşı müşavir alalar. Məmulən mən öz ideal zehnim budur ki, o moridi ki, xod əruz damadı intixab eləyir, واقعا bilələrinə çox dilneşintər olacaq. Ta o moridi ki, xanivadələr intixab eləyir. Hala onlar da çox mühümdürlər. Çünki məmulən toy xanivadə bərqərar elər öz ürəyinə görə. Bir dənə də böyük, şayət kiçik ola, amma böyük mozəldir. Bu da puştibani mezonlardır. Bir dənə əruz libası alıb, xo, ruzu məsələn mərasimidir. Əslən o mezonda tətildir. Tətil gündür. Tərəf məsələn dəstəstə də. Nə qədəm bir dənə mezon gərək dəstəstə ola və bir ittifaq bir dənə libasa düşdü. Nə qədəm gərək bunun puştiban toy günüdür. Əslən müşəxəs də mən özüm şəxsən ərusun ot tutmasınacan görmüşəm. Mərasimdə abşar qoydular. Are. Bir dənə nəzdiyi 7-8 il bundan qabaq idi. Əruz ot tutdu və atəşişanı kəpsulu ilə xamışladıq əruzu. Yəni bu mezon nə qədəm və onu da deyim, hala mənim zehnimdə də hansı mezon idi? Gəldi o ləhsəsi və libası kəsdi orada. Çox da bir herfeyi bir adam idi ki, əruzu bir ruba amadə elədi və vurud vurdu bu qəziyyə. İstəyirəm görəm Təbrizdə də bir tədad adamlar müşkülədə dəqiqeynəvə. Libasa bir ittifaq düşüb və mən hətta olub həmkardan xahiş eləmişəm o müşkülü həll eləyib. Çünki o nəfər dəstəstə dədi. Bu nə qədəm gərək bir mezon dəstəstə ola. Dediniz kimi 100%, 24 saat həft ruzu Şabanımız. Çünki biləxərə bunun yolu yoxdur və bunlar bilmirlər bu libasla necə bərxurd eləsin. Libası geyir, üşürü, qışda geyir, durur buxarın yanında, libasın yarısı yanır. Tağı atişdən rədd olurlar, bir ittifaq düşür. Oynayamır, qalır ayağının altında, don cırılır, jiponu cırılır. Yəni həttəmən gərək amuzlaşaya qəbul ola, bir təmrinlər ola. Həddəqəl bir 2 gün qabaq bunlar bu libasla bir özləri oturub durarlar, bir lemi gələ əllərinə. Və həttəmən ki, bizim vəzifəmiz tamam şeylər. Bu rəvəndi ki, ara, rəvəndi ki, ələm tozif verdiniz, nə qədəm Təbrizdə icra olur? Şayət bir istərsəniz. Bəs xurucu ona görə bu olur da. Siz xuruculara çoxdan şahidsiniz mərasim günüdə. Biz ki, əsən mən çünki bir insanı bir tərəf gərək olam. Mən hala əkkası o həmkarları ki, əkkasdala dəvət eləyirik. Mən özüm müşarikət eləyirəm bu qəziyyə, amma bu arada واقعا bir tədad gərək çox bazbeyin ola və bu bərnamə mən özüm zehnimdə ki, istəyirdim bu bərnamə riz eləyirdim və bir dənə idi. Buna istəyirdim yetişəm ki, əruz damadlar tamam vəqayə eşitsinlər. Həm də müxtəlif. Biz hətta nəfəri bura dəvət eləmişik mezonlardan ki, özü toliq konəndədir. Xoş, ki o da öz məvazeyindən difə eləyər. Deyək ki, toliq bücürdür, bücür iş görə bildik.
və əroslar müxtəlif nəzəriyyələr eşidirlər və bu arada bir تعداد dark məsəl مثل bu mövzuyu ki الان danışdıq, aydın ola, ta ərus rahat intiqab eləyə və bir yerə gedir, tərəf deyir ki, mərasimindən 5 saat qabaq gecə 11-də libası qoyur tərəfin ovucuna. Hələ təzə 11-də gəlirlər, libası götürürlər. Buna agah olsunlar ki, gərək bu rəviyyə ola bir 3 gün qalan libası giyilə. Ondan sonra çox işlər əncam tapa, amuzəş görə. Libas fəqət bir dənə mövcudiyyət də verələ deyələ xoş gəldin. Rəftarهای qeyri-məqullardan zehnindən çıxasınlar. Siz ərüstonu ilə xas hərəkətləri əncam verə bilərsiniz. Kot şəlvarla da hakeza. Hər iş görənməzsiniz. Özür intizarhay qeyri Amma mən 80% mərasimlərdə Məbəd Şaolinin tamam hərəkətləri ki, bir dənə ustad Çeng əncam verdi, icra eləyirlər çünki vaqiəti neçə aylar adlı libasla bu quruh rəqslərlə təmrin eləyirlər və برای اینکه çox başıqlıq əncam verələ bu hərəkatı, o libasa 8 kilo ilə o hərəkət əncam vermək منجر به حالا صدمات can olmasın. Hala libas bütündür ki, pulun adam verər. Hala sədəmə də vardı olsa. Bir dənə əruz neçə ay qabaq gəlib libasını intiqab eləsin. Çə xəridə, çə icariyə. Minimumu 1 ay yarım qabaqdır. 1 ay, 1 ay yarım qabaq. Zamanınız olsa həddəqəl 3 ay. Yəni xəridə. İdeal 3 aydır da. 3 ay, 1 ay ta 3 ay ideal time'ıdır. Mən xop qış ərusları bir həftədə toy tutarlar. Ara qış, əsə qış məquləsinə varid olmuyor. Çünki mən tondotiz danışaram o barəyə görə. O əzizləri ki, toyları qışladı, məni o deyərlər, heyt elərlər. Bu çoxdur əlan bu trendə təvəccüh eləyirlər ruslar ya rahatçılığa. İstəyirəm görəm hər nə mənə moda olur, hamı gedir onun üstünə. Belə cür olur. Çoxlar söylürlər ki, əsrləri xas olsun, fəzahay Pinterest-də olsun, hər şey ideal bərqüzar olsun. Bəli, xop libasın rahatçılığı çox mühümdür. Sizin həddəqəl o libas 8 saat, 10 saat əyninizdədir və hər hərəkətinizi ondan icra edirsiniz. Bir zərrə əruşgah narahat olmaya, bir zərrə ağırlıq eləmir. Xop təbiətən bu bir də adlı libas. Hala Pinterest-i buyurdunuz. Ümidvaram ki, Təbrizdə intiqabi libas Pinterest Ərəbistandan çıxaq eşiyə və ərəbi dövlətlərdən gələ. آره و الان bir 2 il idi mod idi ki bu zər libaslar var idi ha. Xod sərətan idilər. Biz ildə 10 kilo atölyedən zər yığışdırardıq. Yəni bizim evdə rusuq eləmişdi libaslarımızdan gedi. Kollə hər yer zər idi və mən istəyirdim məsələn nümayəndəçi zər açam bu qəziyyədə. Şoş o da tedadı. Hələ nəsli ölüb, qutulmayıb qalır. Xop azalıb da amma mərcə müncərb olmayıb. Diridir hələ. Amma ümidvarıq ki, Səhər libas ərus intixabında elə şeyə fikir eləyin ki, 10 il qabaq, 10 il sonra qoydunuz bu əhsi qabaza. Hər gün yuxudan duranda aynanın yanında siz o əhsi görəcəksiniz. mən müntəqid idim Mezona və mən mən hala Mezon bir cürdür ki, bunu ərz eləyirəm. Hər biziniz bir cürdür ki, خواسته مشتری mühümdür. İndi vaxtı o libas gedir, siz o modeli təhiyyə eləyirsiniz. İndi mod dəyişilə gedəcək. Ya meykap da cürdür. Əlan meykap vaxtı tərəf gələm, meykapkarla mən burada xarici az bərnamə danışmışam. Deyir mən laytı vurmuşam, görmüşəm müştərim azalır. Məcburam ki, porkartər vuram ta müştərim çoxala. Xoş, pəs bu xastədir. Biz istəyirik xətt fikrini təğyir verək. Dəlil nə mənədir? Mən hətta qədimi danışıram. Mən çox cəddə qədim zaman sosial mediaya belə yox idi. Biz nümunəkar vurardıq, 5 il gedərdi o nümunəkar. Əlan bir dana libası mən 1 ildən çox saxlayamıram nümunəkarımda. Çünki əruz şəhər görürəm, söymür. Libasa təvəccüh eləyir, söymür. Yəni noy meykapa təvəccüh eləyir, söymür. Və biz məcburuq hər il bunu qəziyyəni dəyişək. Və kaş libaslar nə? Mən porkarlığı ilə işim yoxdur. Libaslar bir cür olar ki, sadətər olar. Sadətər az noyu ki, əyndə rahat olar əruz. Arı zəriflər olar. Çox porkar. Mən libaslar təqribən cərəsəgiriyyət yavaş-yavaş gedir. Və nə tənha behter olar, bədtər olur. Bəhs istəyirəm gətirəm bir dənə qəziyyə dar ki, bizim macəriyə. O da mafiyadır. Mafiyadan tərif budur ki,
o nəfəri ki, ərus damadı hidayət eləyir. Bir dənə mezona, meykapa, atölyeyə, bağa ki, o məcmuədən dərs hədiyyə alıb. Hala bu məmulən o nəfərləri ki, por ərusdurlar və hər kəs də eləyə bilər ola. Hətta bir dənə atölyə də eləyə bilər mafi ola. Wedding planner də mafi ola bilər. Bağ sahibi da, hətta xud mezon da mafi ola bilər. Hala nisbətdə fərqlidir. Aya sizin işdə də mafiya var? Ələn bu Təbrizdə çox böyük bir yox, deyirəm Təbriz çox bir böyük yerdə ki, məsələn bu tanımayaq, hamını tanıyır həmkarlarda. Ələn özünüzdə eşrafınız var bu marketə. 10 danadan neçəsi mafiya bağlayır? Şaید 3-4-ə. Bəs bu bir dənə dərsə qabil təvəccühdür. Bizim Şoğludakı ərusidir. Mafiyalar kimlər olur ovləviyyətinə nəgər desəz? Mən ərz elədim, hamımız eləyə bilirik mafiya ola bilər. Ümumiyyətən pelleyi kimlər eləyə bilir mafiya ola. Və sizin öz işinizdə, hala mən mezona ki işrafınız var deyirəm. Hangi amil bais olur çox dərin bu təğyirat əncam tapır? Tədəssümən hər sinfidən vardılar. Bunlar heç istəyirlər ərusları bir səmtə hidayət eləsinlər. Təşrifat cateringdən başlayır, mürəbbilərdən başlayır, quruhu musiqidən başlayır. Hər sinfidən var. Bunu ovləviyyət o heyəmi qəzayı kimi ovləviyyət qoysaz, hankısı üstədir və 3 dənə əvvəldəkindir? Tədəssümən hər sinfidən vardılar. O adamlar ki, təhtə ləqəbə wedding planner gəlirlər. Ərusları bizə yol göstərsinlər, bəli bəzən də yoldan elirlər bu qəziyyə ilə. Başda fikir edirəm ki, bir tədad o adamlar vardılar ki, bizlərə zamanbəndiləri çox tərdi. Bu da gedir məcmuəhay məsəl talarlara, bağlara, cateringlərə. Ondan sonra mürəbbilər vardılar, ekibə musiqi vardı. Bax, bula hamımızda var. Bizim sənfidən də var, sizin sənfidən də vardı. Bir tədad mezonlar əlan özlərin nümayəndəgi vaqi'i dərlər. Bir dənə jurnal təhiyyə eləyiblər, bir dənə hala mən deyirəm ki, keyflə alıblar. Xoş. Bu jurnaldan bir dənə əksi göstərirlər və onu təhvil verənmirlər. Bu əruslar hardan təşxis versinlər və özür yerlərə getməsinlər. Bilirsiniz, bir dənə jurnal qoymaqla bir yerin nümayəndəsi olunmaz. Sizin həddəqəl bir fiks ədəddə gərək tədadı libasınız ola ki, o jurnalın həddəqəl yarısı orada ola. 10 səhifə jurnalda həddəqəl 5-6 danadan o jurnaldan orada ola. Ki, onun üstü ilə təşxis verəsiniz ki, bu da onu ki söyürəm və burada yoxdur, gələndə mənim söydüyüm təxəyyülatıma bənzir ya. Amma mən Tehran uşaqların biri ilə ki danışırdım, hala mezonda fəaliyyəti vardı. Bu deyir ki, bir dənə jurnal açılır xarici. Deyirlər mən bunu təhiyyə eləyəcəm biləvə. Okey. Mən deyəcəm məsələn Fransədən gələ. Tehranda verirlər bunu duxda. Duxduda getirmir, çünki başışılıqdır. Ruzi mərasim getirmirlər. Aya bu ittifaq Təbrizdə də düşür? Bizə çox düşər. O həmkarlar vardılar ki, libası yetirmirlər. Hardan təşxis versin müştəri onu? Libasın özünü görsünlər o dükkanda. Tədadı libası ki siz bir dənə dükkanda görürsüz. Həqqə porovi ki varızdı, onlardan 3-4 dənə. O çox mühümdür. Haqqı porov nə qədəmdir Təbrizdə? Necə bu haqqı porovu verirlər? Çünki həmkarlar haqqı porov vermirlər bəduna qərardad. Mənəcələrin əruşların hamısı bu sözü deyir ki, siz icazə verirsiniz porov eləyə. Bir libası siz giyməmiş nəzər verəməzsiniz. Şərt soyasınız, şərt soymuyasınız. Bəli, həttəmən cəhciyəsiz, bir ayna qabağında durasınız, bir öz dövrəzə fırlanasınız. Aha, olanla da ki mən söhbət edirəm, deyir ki, tərəf çıxıbdır, məsələn, namzəddir, bekardır, deyir dolanaq bir iki dənə də libas təmirək, görək məcburdur. Xoş, baxın, tərəfin mərasimin günü var, tarixi var, tayımı var. Öcür hər yoldan gələn ki, porov eləmir ki, bunun özünün işi gücü var, bərnaməsi vardı. Hala bizim xoşbəxtانه o cür mozəlim yoxdur, bizim də mozələ direktimiz var. Mozələ direkt budur ki, tərəfə pişnahad izdivac veriblər, bizdən qiymət alır. Mən indi açaram direkti baxasınız, 2017-18-dən biz danışırıq. Heç o zaman Mənə əruslar afadartərdir. Biz o zamandan tanıyırıq. Are, mən nəfər var. Bizi 2017 olmaz, amma mən 2 il, 3 il rədd olar. Mənə məsələn hər il qiymət verər, fəsildə məsələn qiymət alar. Mən deyirəm, baba siz izdivac eləmədiniz. Bu niyə bu cür qalıbdır? Xoş,
معمولا همکارlar bir dənə qanuni nanəveştə var Təbrizin sinf əruzisində. O da düşməni nanəveştə və xusumət nanəveştə və heç kəsin işini bəyənmir. Bu elə əkkaslarda, make-up karlarda və elə bu nanəveştədə kulli İranda da var. Təbrizdə şiddəti biraz çoxdardır. معمولا همکارlar rəqibhay mezun nə cümlələr var ki, همکارlar təxrib elərlər və müştəriyə معمولا olar deyərlər. Klassikdir libasda. Cöt-cor bundan vardı. Cəmən müftəsin deyə bilər. Libaslar klassikdir. Həmkarın təxribi mən həmişə deyərəm, rəqabət onda şirindir ki, həmkar olsun. Təhmən olsam elə mən şahamda gediyəm də. Heç fərqi yoxdur bu ikisinin bir-birinə. 3-4 nəfər olanda biz rəqabətə keçirik və keyfiyyət qalxır üstə. Bəli, xop deyirəm, təxrib olmayanda həmişə hamı deyər, get gör ayrı yerdə bana tapsan, cəmən müftə vermirlər. Axı ittifaq düşür bizim indi öz sinfi əkkasımızdan deyim. İndi əruz gedibdi. Gediblər, formalite təbiət vurublar. Söyməyib əruz bəhərinə. Hala olanın enerjisi tutmayıb. Onu da deyim, ictimai strateji ki, o həmkarımız da qədimə həmkar idi. Müşkili kəlamilər vardı. İşi mən keyf açdılar, baxdıq. Az nəzər keyfi müşkili yox idi bu barədə. Mən dedim ki, get təamül elə biləzinə. Cancel eləyirdi, əruzlarını gətirələr bura. Deyim babam, nisfi بیشتر zəhmət o iş formalitəsidir, ərusi ruzu mərasimdir. Mən istəsə danışım və gəlmişdi burada o müşavirə olandan sonra və pay qərardad dedi biz cancel eləyirik. Mən deyim hətta mən gəlləm o həmkara afiş vururam. Yəni sizin ərusizi mən şəxsən özüm gəlləm icrasında köməklik elərəm o istudioya. Siz o studiodan cancel eləməyin. Gərək bir dənə dosti bu arada ola. Olmaz ki. Niyə? Dəlilim nəmin idi o həmkara. Çünki bizdən də pişkəsvət idi bu işdən. İllər boyu bizdən də çoxlar bu həmkar eləmişdi. Yəni bu sinfidə var. Bizim iftixarımızdır o nəfər. Biz əgər bir-birimizin dalımızda durmayaq, nə ərzişi var 5 dənə izafə müştəriyə görə, müştərinin də etimadın aradan aparırıq və tərəf deyib belə elə hər yerə getsə bu ittifaq düşəcək. Bir dənə əgər mənfi müəllifə görəsi Təbrizin mezonlandı, o nə mənadır? Ki əgər o olsaydı çox behter olardı Təbriz mezonunda. Bayaq danışdığımız qəziyyə mafiyadır çox dəri. Ki arada paslaşırlar, hara bir şəraiti dərsədidə rədd-o-bədəl olur zahirən. Bedun incə nəticə kar nəzərdə alınsın, bedun incə keyfiyyəti iş nəzərdə alınsın. Arada paslaşılır o birisi şeylərlə. Ərusi bir kolliyyətdir. Nə libas ərusu ilə qutulur, nə atölye ilə qutulur, nə tağlarla, nə o birisi XY həmkarlarla. Bu bir dənə kolli şəraitdir. Bir dənə xaric az bəhsimiz sualı. Şeyx Səfiyin niyə pasajın belə çırpırlar mezonhay vəliyyət? Bilirsiniz, Mən müdafiə pasajı Şeyx Səfi oldum ələn burada. Gəlin məndən himayət edin burada. Şeyx Səfinin öz şəraitinə görə xas müştəriləri var. Şəraitə məkanına görə də xas müştərilər. Siz bir dənə dükan içi vəliyyətdə icarə verir və o dükan içi Şeyx Səfidə icarə verir, bir şəraitdə deyir. Aya, Şeyx Səfiyin cinsi də vəliyyət mezonlarında satılır. O deyəm, səliqə müştəridə çox fərqlidir. Bir nəfər söyür su sərin içsin, bir nəfər söyür su isti içsin. Su sudur, libas libasdır. Bəli, in koca bu an koca. Arada biraz fərqlər vardı. Çünki səliqə müştəri bizlərə fərqlidir. Çünki yox, baxış budur ki, biz məsələn brend işləyirik, biz ötürük, bu işi görürük, o. Amma mən istəyəm, məsələn, bir tədad da həmkarlar var, Şeyx Səfidən mən danışmışam orada. Hər yerə nüfuz eləyib danışmışam. Bu barəyə görə təhqiqatımız ola listə sualı çıxarda. Onlar da deyirlər, bizim bir tədad libaslarımız da orada furuşa gedir, icarəyə gedir. Niyə bizi belə çırpırlar? Əgər bir dəlili بلند مدت bu sualda, yəni bir dənə mezonun بلند مدت reviewsudur. Bir dənə ərusi bietimad ola bir dənə məcmuəyə mezona. O hangi işdir ki, bais ola bietimad ola da gəlib xala qızı o birisinə, bu birisinə deyək ki,
Getməyin o mezona. Vaxtında təhvil vermirlər. Haman libası təhvil vermirlər. Həmin kvalitədə libası təhvil vermir. Tənə əvvəl tutur, tənə sədom təhvil alır. Hop sayz olmur, xədəmatı yoxdur. Turi, şənəli, tacı, başmağı, aksesuarları bunlar təmin olunmur. Və də nəhayət libas üçün sayzına dair əziyyəti var mərasim üçün. Qəblən wedding plannerə görə söhbət elədiniz. Bir dənə wedding plannerin nə qədər təxəssüsü var mezon işində? Wedding planner az nəzərə bu işi düz tərifliyə, bir dənə şəxsidir ki, nisbət və hər hitə biraz təxəssüs və çox təcrübə sahibidir və huzuru sərftasədi var hər şəraitdə. İlləti nə mənədir şahid arışdamadın ağahısı olmaya və taima olmaya. Bir nəfər gəlir az babətə bu xanım ağa, bu zot bu işləri aparır qabağa. Bəli bu adamın cara həm sizdən ittilaatı ola, həm məndən, həm meykapdan, həm ondan, həm bundan, həm meyvəşirliyin əsən pulundan. Arada hamısı qarışır bir-birinə. Kim çox tərsud verir, o işlər, o düz iş deyil. Axı əlan mən xədəmat təşrifatdan da dəvət eləmişdim, gəlmişlər. Bunların öz sözləri bu idi ki, wedding planner xarici kəşvərdə budur ki, özünün nəfəratı var. Məsələn, gəlir qərardad bağlayım Stefni ilə. Deyə, mənim libaslarımı sən təmin edəcəksən. Xoş, əros vaxtı gəlir wedding plannerlə qərardad bağlayır. Tamamı qərardaddan wedding plannerlə bağlayır və məsuliyyət o işi wedding planner öhdəyə alır. Xoş, nəinki fəqət sirfən. Aya Təbrizdə bu icra olur? Və nə qədər sizin işinizdə təxəssüslər var? Təbrizdəki huzur olan wedding plannerlər. Siz onca onlardan soruşaq ki, iddialar wedding plannerdir. Bəli, xop bir dənə libasın duruşuğundan, borəşindən, parçasından, metrajından xəbərləri var ya yox. Mən istəyirəm sizin söhbətinizi büləm ki, olan özlərindən də soruşam bu barəni. İstəyirəm bu birdən itilatı mən kəsb eləyəm. Məmulən libasın intixabında təxəssüs bizim işimizdir. Bəğeyrə bizim müşavirlərimiz hamı baxır zahirinə, şəraitinə və soymağına. Və xop bir parə məsail də budur ki, qisməti maddi qəziyyə də var. O da cəh məqul olur. Bəli, təxəssüs ki deyirsiniz, təxəssüs mənim işimdir. Ki, hansı libas, hansı mühitdə və kimin heykəlinə yaraşığı var. Siz bir dənə kəlmə də istəsəz, aya təxəssüsləri var libasda ya yox? Bətər yox. Mən heç vaxt gəlib sizin işinizi görənmərəm. Siz heç vaxt gəlib tolidə libas. Axı, bir dənə mən mətləb ərz eləyim bu ərus damaddan bülmanadır bu qəziyyə. Hər işi ki əllə tolid olur. Mən furuşla işim yoxdur. Xoş, hər mövzuu ki tolid olur və kar dəstidir. Bunun oftuxizi var. Studio puzzle həmişə 100% bir studio olmayıb. Bizim olub ilimiz ki 80% olmuşuq, 70% bir studio olmuşuq. İl olub 95% olmuşuq. Və heç mövqə, heç məcmuə 100% də. Və bunun şinasahisi bir dənə nəfərə çox çətin ola bilər. Bir günləri mən amarı mezon Stefnəni biləm. Biləm nə qədər düz cinsi var, nə qədər yaxçı materialdan istifadə edib və bir dənə dərsədi qail olam, deyəm bəli, bu qabil qəbuldur. Pəs gedək. Çə berəsəd, hala tərəf ilbaşı özü salır, çıxır deyi, mən aya biləm, bir dənə yaxçı mezon idim, yaxçı studio idim, yaxçı meykapkar idim ya yox. Və hətta oftuxizi var. Mən hətta qabaqda meykapda yenə də söhbət olsa, buna fikirləşirdim bu mövzunu deyəm. Bir dənə meykapkar bir il çox gözəl işlər verir. 2 ildən sonra o qədər moft eləyir, biz burada əksini işləyənmir. Çə berəsəd bu iki hala biz təxəssüsü bəhslərə varid olaq. Hala bəgzərim. Sizin işdə bir tədadda taza mezonlar gəlirlər və müxtəlif elə şəhrin yerlərində də açılarlar, Xod Vəliyyəstdə də iftitah olur. Bunların vurudu marketə nə təsiri var? Müsbətdir, mənfidir, az nəzəri keyfi, az nəzəri qiyməti, az nəzəri xod rəzayət müştəri. Nə qədər tənəvvü çoxdardır, bənə fərüş damadlardır. Çoxlar model görürlər, intixab edirlər. Bəli, yenə də deyirəm, o modeli intixab edin ki, gözünüzlə görürsüz orada huzuru vardır. Və mütməyinsiniz mərasimizəcən o sizin üçündür. Aya xod marketə də lətmə vurur ya mufiddir? Xod marketə lətmə vuran onlar deyil. Məsələ bozorgdərdir ki, söhbəti burdan xarı.
Tövsiyəsi o taza mezonlarına mənədir. Nə yolu getsinlər ki, siz indi bu 15 ildə vaxtı bir dənə məcmua bir 15-20 il diri qala bilir və aradan getmir. Biz çox stüdyolar görmüşük, gəliblər 2 ilə feyid olublar. Mezonlar da görmüşük, meykapkarlar da görmüşük. Vaxtı bir nəfər 10-15 il ara diri qalır. Hala biz deyək balay 70% keyfiyyətdə də olur. İstəyirəm o təcrübəni olan ixtiyarında qoyasınız. Nə yolu getsinlər ki, muvaffəq ola bilsinlər? Bir tənəvvü libasdır, tədat libasdır, tənəvvü modeldir. Hər səliqəyə, hər şəraitə, hər sayza görə. 2000-ci müəllifə qiymətidir. Məntiqi olsun, məqul olsun, çox nücumu olmasın. Hamısından mühümü də şayad məndən də ola, sizdən də ola. Bəli, eldarlıqdır. Müştəri ilə aranızdakı o enerjidir, o səmimiyyətdir. Bu iki sizə itminan edir və bəhtərin şeyi sizə tapşırır. Eldarlıq çox mühümdür. Bir dənə amili ki, Mezon Mistefnəni addımını saxlayıb, əgər bir dənə müəllifəsini desəz ki, mühümtərin qismətidir. Elə dediyim kimi, bir tənəvvüdür, bir eldarlıqdır. Müştəri mədarlıq çox mühümdür. Ərusların çoxu var ki, öz şəraitlərinə ağah deyirlər. Mərasim necə bərgüzar olacaq, onu da bilmirlər. Əvvəlin barədə o şəraitdə qərar tapırlar. Ona görə libas intixab eləsinlər. Şəraiti zahiriyə çox fikir verməsinlər, modeluza çox fikir verməsinlər. O şey ki, sizin ürəyinizə yatır, öz heykəlinizdə söyüsüz, məqul tərdə və iş bilən adamlara qulaq assınlar. الان حالا biz təqribən az nəzər xidməti bir fəzadıyıq. Yəni 10-15 ildir bu işləyik. Qədim zaman sosial media yox idi. İndi bir dənə də məqul izafələşib sosial media, ələxüsus Instagram ki, İranlılar, hala TikTok İranlılar çox getmirlər, təhrimdir, filandır. Amma Instagramda çox fəaliyyətlər var. Yəni mən deyə bilərəm, balay 90% İranlılar Instagramda vardılar. Və tamamı bizim kəsb və karlar varid olublar bu məquliyə. Xoş. Və bizim bizneslər gəlib Instagrama və bir tərəf yaz müştərilərimiz, hala onlar ki qədimidirlər. Bir tədad müştərilər dəhan bədahan gəlib, bir tədadı da hala page Instagramdan. Bir dənə qəhvə page nə qədər təsir qoyub bir dənə furuşə bir məcmuiyə. Bir seri şərait var ki, məcburuq riayət edir. Ona görə bazdakı Instagramımız özürcə öz nəzərimizdə idealdır, o şəraitdə deyil. Bizim və qolu siz dediniz qədim Insta yox idi, nə cür alver olardı? Haman şəraitdir. O qaçı dəhan bədəhan dolanır və Təbriz vaqəən kiçik yerdir. Biri razı olsa, hamı razıdır. Biri pis olsa, onun da adı çıxır ərşələ. Əgər məhdudiyyət olmayaydı, rəqabəti necə görərdiniz beyin öz həmkar? Çox qəşəng. Beyni həmkar raz eləyə bilərdilər sizin tənəvvünlə və peycinizlə rəqabət eləyələr? Bir tədad əksilər görürük həmkarlarda peycidə. Xoş. Nə qədəm onlar vaqiidir? Bir dənə əksi qoyurlar ki, məsələn, bir libasdan. Aya olan hamısı vaqiidir, nə qədəmi Photoshopdur, nə qədəm əsən mövcudiyyəti var. Əvvəl-axır öz ağlınız öz gözünüzdür. O əksi ki görürsüz, gedin yaxından görüş vardı. Əsən o əks olsa da siz o heykəldəsiz. Əkslər hamısı model heykəllər. Modellər balay standartları cəhanidə 180, 190-dir. Fiziklər 34-36-dir. Biz şəraiti İrani pəsənd, şəraiti Azərbaycan pəsəndə ərus veririk, cavab veririk. Və bu üçün vaqəən libası yaxından ləms eləyir. Öz üstünüzdə ləms eləyir. Neçə dərəcədə bu əksilər içində qoyurlar peycə, gedəndə mezona deyirlər satılıb. Hər hansı əksi ki qoyurlar və heç vaxt vücudu yox idi, hamısı satılıbdır. Axı indi əksilər gəlir də gündə post olunur. Hala siz modeldən istifadə eləməsəz, mankanın üstünə bizimki bədbəxtçiliyimiz budur ki, biz heç də qoyanmırıq. Siz hətta gəl o qəhrəmankanın üstündə bir libas qoyursunuz. Bunlar bu əksilər indi qoyurlar. Neçə dərəcədə indi mövcuddur. Bilirsiniz, öcür olmaz ki bir peycin, əgər əks qoyursunuz, əgər 40 dənə postunuz vardı, 40 dənədən 32 satılmayıbdır. Bu naməqul bir cavabdır. 40 dənədən şayad 4-ü satılır. Bəqiyyəsi kərayədədir, kirayə mövcuddur. Əgər bu ittifaq düşmür, xop çox səhmə yalanı yuxarıdır. Bir dənə bu mezonların hamısı bu eventlərdə şirkət eləçə, Dubeydə olacaq, Türkiyə, Gürcüstan ki, eventhay ərosidir.
Bunlardan niyə şirkət eləyirlər və bunun qurucusu nədir? Bunlar bazarهای beynəlmiləlli ərusdular, wedding fairdirlər, nümayişgahهای ərusidirlər. Sərf-təsərrüfat xədəmatı əfrad mütəxəssis ilə qabağa aparırlar. Təcrübələri də var, bəli, bunların hamısı mütəxəssisdir. Hər şeydə, yəni hər hitədə elə adamlar o nümayişgahlarda vardılar və məhsullarını mərifə edirlər ki, təxəssüsləri vardı. Bu bazarlar çox fərq edir. Yəni Türkiyə və Dubai ələlxüsus bizim səliqəyə çox yaxın o modelləri ki, moda olur, trendهای روز çox qabaqdar Təbriz mezonuna niyə geyir ora? usuləncə alver eləyirlər, bilmirəm niyə deyirlər. Çoxlar deyirlər model götürürlər, burada kopa olunur olar. Çünki o Nə qədər xəyrədə olur. Axı indi kimin mezonuna geyirsən deyir türküdür, bu Dubai işidir, bu Finland işidir. O qədim Nokia quşlar yadınızda deyədilər, əsli Finlandadır. Arı, əsli Türkiyədir. Dediyim kimi qiyməti ki xaricdən gəlir. Əsən tel lira ola, manat ola, yaxını bizə bunlar bazarları ərzinəndir. Ərzinən gələn iş çox fərqlidir qiymətdən və xop duruşluqdan da çox mütəfavit görsənir. O zaten özün göstərir ki, fərqlidir. Axı çox əruslarında bir tədad itilatı yoxdur. Tərəf gedir orada bir dənə məsələn libası göstərirlər. Biz istəyirik vaqəən qiyməti vaqiəsinə ala və vaqəən öz söydüyü ola. Nəinki xaric az bu qəziyyə. Bir dənə xəridi ola ki, bəs bu Dubaiyə getmək və Türkiyəyə getmək sizin nəzərinizdə fəqət model götürmək? Bu şoaf nə qədər bunun içində var? Xalis şoafda Instagramda da 100% qəziyyə şoafdır. Siz o zaman şoafın əhəmiyyətini görürsüz ki, o doni ki orada göstərir Instagramda ara live-ını açır ya xərid edir bir dənə showroomdan gətirib öz məcmuəsində qoya bilir. Ordadır ki, Bəs əruslar ağah olun. Xoş. İndiyəcən səxpəsənd ərusun əlinə düşür. bizim əruslan 90% səxfəsə. Yox, o səxpəsəndən mənzurum budur ki, heç zadı bəyənməyə və bilməyən əmin istəyir. Çətin işdir, ara. Çox çətin işdir. Əruslar, xanımlar bilirsiniz, xəridi söyürlər. Vaqəən qəşəng bir şeydir. Xəridi biz çox söyürük. Bəli, həm öz şəraitdən ağah deyirlər, həm elə bir modelhay əcib-qərib görürlər bir tərəfdə. Burada daşı vardı, burada sitarəsi var, burada pərvanəsi var. 10 met dombaləsi var. Sizə 10 met dombalə ilə yeriyənmək. Sizin Pinterest sizin işinizin nə qədər çətinlədir? çox çətinlikdir bir də. X brandidən bir dənə iş görürsüz ki, limiteddir. Fəqət xanəndəyə bənama amadə olub gətirirlər ki, mən bunu istəyirəm. Ara, onu istəsən, vəli o Grammy-də onu geyibdi. Şəraitə mərasim İranda geyməyibdi. Axı qəddilərimiz də təfavütdür. Noy. Kimiz çoxdur. Bizim məsələn size C3 ərusi 190-imiz çox azdır. Model heykəlidir. Nə mənə ki, sosial mediada görürsən, hamısı model üstündə behtarin işıqlarındandır, behtarin əkkaslarla, behtarin modellərlə amadə olur ki, fəqət o fəribə zehniyə alsın. Siz çətin müştərini, o çətin müəllifəçləyib, çətin müştəri bu pulu ziyadı söysüz, ya bir dənə mütəvəssit pul, bir dənə münasib ərusi ki. Dərsə mütəvəssit pul və məqul ərus. Nəticədən də razıdır. O ərusi ki, səxtpəsəndidir və xop bilmir nə mənə istəyir. Çünki bilmir nə mənə istəyir. Axırda da nəticədən çox razı olmayacaqdır. Çünki həm mənim mordim də bilmir nə mənə istəyir, həm sizin mordinizdə, həm tağlarda, həm obisində, həm make-up. Bizim işimiz ki, 10 bərabər çətindir. Bu da nəzir deyərik. Əsən nəfəmiz var. Nəzir deyərik ki, onu məsələn qutulaq. Arı. Vaqəən sadiqanə əgər istəsəz deyəsiz, neçə dərəcədə sizin müştərilər razıdır? Hocam, müştərilərimizdən soruşursuz. Kommenti qoyun. Müşəxəs. Narazilər də kommenti qoysalar silməyəcəm. Obisilər gəlsinlər Təbrizdən danışsınlar. Bu həftənin içində fəqət fikirəm mən 5 dənə don şəbistlərə, məraya, mərəndə o tərəf bu tərəfə vermişəm. Biz müntəzir kommenti. Biz fariq az qəziyyəyi bu içi, xop biləxərə bir maddi bəxşi var, heç yer Allah rızasından ötür. Düzdür. Bəli, ərus damad, mamanlar, babalar ki gəlirlər. Axırdan siz mənə nə deyirlər? Allah işinizi rast gətirsin. Bu bod mənə dünyadır. Bu həm Nə qədər mehvəri keyfiyyətdə geyibsiz, nə qədər suudi malıda. şayad demək olar suudi malı həmişə mühümdür. Olmamış olmaz. Bu moriddə vaqe bincəh olaq. Bəli, həmişə rızayət müştəri mühümdürdir. Elə vaxt olub ki,
ərusun istədiyi don o şəraitdə ki, özü söyür olmayıbdı. Axır dəqiqə don dəyişmişik. Bu mənə çox zərərdir. O düşən fəsli karı. Vaxtən mən öz məcmuəmdəki hala mən bir dənə cavab işləyənəm bu məcmuə puzzledə və 80% bizim təfəkkürümüz olub keyfiyyət. 20% yəni elə proje olub ki, ciddən xərcləmişik. Yəni gedib projenin vurmuşuq, gəlmişik, məsələn X miqdara danışmışıq, görmüşük ondan izafə pul xərcləmişik. Və vaxtən onun indi mən 5 il məsələn o xurucudan rədd o hər şeyə baxanda hal elərəm. Deyərəm gözəl bir iş yaratmışıq. Xüsusən dövrəyi koronada çox oldu. Hər kəs libas tutmuşdu, kirayə eləmişdi, ya rezerv eləmişdi xəridə. O dövrən gəldi, düşdü karantinaya, heç kəs istəmədi. Sonralar bunlar hamısı getdilər öz evlərinə. Bir tədadı bardar oldu, uşaqları oldu. Və xop biləxərə xəzinələr günbəgün artır da. Heç Vaxtən çox fişar, böyük fişar cəhəti, amma əlan fişarı ki, əlan üstümüzdədir, ondan çoxdardır. Ümidvaram şərait iqtisadımız bir nəhv olar ki, tamam cavanlar rahatçılıqla izdivac eləsinlər. Ara. zayətinə. İndiyəcən olub bir dənə libası tərrah eləyəsiz, sifariş verəsiz, amma ərus prov eləyəndə ürəyinizə yatmıyor və suduzdan keçəsiz, deyəsiz ki, də ayrı bir belənin üstünə. Axır 2 gündə don dəyişmişik. Çün ərus məsələn oynayamayıbdı. O şəraiti ki, istirdi bərqüzarlasın, olmayıbdı. Ya ürəyinə yatmayıb. Aynada baxır özünə, vəli üzü gülmür. Xop mən orada ey belə dondan ondan ötürü varam ki, onu soymayı da dəyişə biləm, razı çıxsınlar. Çox az olub, bəli olubdu. O ərusay səxt pəsənd bayaqdı. Ana vaxtən şərait iqtisadla çətindir. Çox cəmaətində bu cür qəvi pulu yoxdur. Bir şəraitiz, yəni ola nəfərlər ki, büdcə mütəvəssitləri var. Mən demirəm hala. Hamı qərarda top tərin yerlərlə işləyə. O nəfərlər ki, büdcə mütəvəssitləri var, sizin məcmuədə eləyə bilərlər rahatçılıqla qərarda bağlayalar. Məcmuə libasay ekonomimiz var. Hər modeldən söysüz var və bunların qiymətləri həddi məquldan biraz da aşağıdırdı hətta. Yəni yoxdur ərusnamə ki, gəlsin, X məbləğ nəzərdə alsın, xas bir model nəzərdə olsun və əli boş çıxsın. Mən yeki az bu əksay ərusu mövzu qalır, yeki az Əlbəttə. çətinlərin mən gərək full ekonomidən gərək götürəm. Bu cür olmayacaq ki, keçən 5 il üstündən rədd olur, ərusu əksilərini salanmırıq xəzinə. Siz əlavə bər ərusu 5 ildə sal seriyə gedirsiniz. Fəqət Vaxtən biz az koza şəkəstə almıyıq. Heç zadımız yoxdur. Xoş. Bizim az nəzəri keyfi libaslarda paytaxtla nə qədəm təfavütümüz var. Bax, xuruci mezonlar, əgər bərrəs eləsək, nə qədəm Tehran mezonları ilə fərqi var. mən be cürət deyə bilirəm, Təbriz məntəqəsi, Azərbaycan məntəqəsi həmişə qabaqdırdı. Bizim bizlərə təşrifata əlaqəmiz var. Zərq və bərqə qonaqlıqlara, toylara əlaqəmiz var. Hala ayrı yerlərdə də qəşəng mərasimlər bərqüzar olur. Ələlxüsus indi Tehran imarətdə vaxtən çox gözəldir. Bəli, xop, bizlərə söyürük o şatafatı, o zərq və bərqi söyürük. Bə nisbəti o da o libas içicidir, o fəza içi tərrah olur. Hətta libas əvvam dərəcəyə, düstay ərusu damat. Onlar da çox fərqlidir az Tehran o ayrı yerlərdə. Əla mən özüm görürəm bir tədad əruslar gedirlər Tehrandan libas təhiyyə eləyirlər. Bu nə dəlillə görədir? Xop, bu söz həmkarlarda dedim kimi tədadı libas azdır. Bir dənə yerdə ki, siz Təbriz kimi kiçik yerdə zindəcanlıq həmsəniz yer X yerdən təhiyyə edir. Deyək mən də o sönmüşəm, hələ hamı görübdür. Tədadı libas vaxtı çox dəyir aşağıdır. Hamı görür, o dolanır. Ərusda söyür elə bir yerdən təhiyyə eləsin. Az nəzərə qiyməti nə qədəm fərq eləyir Tehrandan Təbriz qiyməti libaslarda? Libaslar əksərən duxtudur. Əksərən yəni mezon deyirlər bunlar. Karqahay tolidi xəyyatıdırlar. Xop, metrajları, parçaları, şəraitləri fərqlidir. Qiymətləri də aşağıdacaq. Aşağıtər az Təbriz. Aşağıdırdı bir tədad xas xəyyatlar. Çünki əgər duxtudur, tərziyimiz olsun ki, Təbrizdə bu xəridəncam tapa. Əgər mən aha. Xəyyatdan çıxır, bir dənə işi unik Təbrizdə niyə qarqaha duxtu yoxdur? vardı. Bəs niyə gedirlər Tehrandan al? Həzinə şə. Görürsən.
Tənəvvü Və əgər biz gedib dux cins alacaq, hala mənim işim yox, biri gedir Fransadan libas alır, gətirir, ya bir dənə məsələn nümayəndəçidən gedir libas alır. Əgər duxdudur gərək gəlib Təbrizdən ala ki, buranın sinfi işləyə, tainki gedib Tehrandan ala. Amma bu intiqad da var ki, tənəvvü gərək mezonlarda çox ola da, əruz məntiq olmaya durub gedə Tehrana. Bu hala atölyədə də var, o birilərdə də var. Mən əlan Təbrizdə Tehdad da az da bala 100-200 dənə toy var ki, ildə meykapkar Tehrandan gəlir, studio Tehrandan gəlir, libası Tehrandan ya xaricədən alırlar. Bu eləyə bilər ki, öz şəhrimizdə ola və gözəltər içir ola. Təşrifatını söylər. Adı Yekədi Tehran. Mənim ki orada. Amma bəzi ovqatda keyfiyyətdə də bir miqdar mən qəbul edirəm sizin sözünüzü, amma keyfiyyətdə də yaxşı həmkarlarımız var ki, amma mən tərcih verirəm Təbrizdən ola. Mən əgər bir dənə bir şey görürəm ki, hətta 100% keyfiyyətdə yuxarıdır, öz şəhrimdə məsələn 80% o var, Təbrizdən sifariş. Rahatlardır Təbrizdən almaq eləmək. Çünki bir-birimizlə də rahatlar eləyə bilir, təamül eləyək. Bir dənə libas özü dərsiniz, cib görəsiz, elə bunu götürüb gətirəsiz. Libas sizə görə təhiyyə olur. Heç deyir ki, gələm. Aksesuarlar amadə olur, çox fərq eləyir, çox rahatdır. Bir تعداد həmkar atölyələr libasa formalitə verirlər xədəmatların üstündə. Onlar rayqan pul alırlar, mənim işim yox. Ümumətən rayqan olur. Bunu siz necə görürsüz? Aya sinfə mezona qarışırlar və aya o keyfiyyəti irayə eləyə biləcəklər müştəriyə və bir dənə turi 10 ruzədə necə bu xədəmat irayə olunur? Mən də sizin kimi görürəm bəzən storylərdə, bəzi ittifaqlar düşüb. Be qovlə siz bir dənə tur qoyurlar, cənuba, ora, bura, bu tərəfə. Və xop o libas heç icrar olur. Bu bir dənə libasın və xatirən ki, xoşuyacaqsın gəlsin. Sadə yuyulsun və ütülənsin. Həddəqəl 10 saat, 15 saat zaman istəyir. Əgər həmkar gəlir bu işi görür, xaric az öz hitiyəsi, əkkası gəlir, ayrı hitiyə qarışır, gərək tənəvvüs ola. Bəli, xop bir dənə libası dalbadar əgər giyiri, ərus vağən Məsələn, bir dənə dombaləli libası 40 dənə əruz fərz eləyək. Məsələn, 4 dənə turu formalitədə də onu giyir. Aya keyfiyyət o libas o ərusa nəzir ola bilər? keyfiyyət qabil bəhsdən nə qədər oturacaqsınız tədvin üstündəki də onu düzəldəsiz. Və libas Hala ondan bekənar, az nəzəri behdaştı nəzir ola? onu deyəm, libas kəsif olar və xop şəraiti turhay formalitə çox xassıdır. Müştəri nəzir onu qəbul eləyiciyə? Dadı bağdadı, orada burdadı, qaçırlar, suya girirlər, zıxpalçıq var. Müştəri nəzir qəbul eləyir onu giyir? Onu vallah o müştəri şaid Sualdır. yoxdur ki, o ittifaq düşür. Ya neçə mincə ərusdur ki, Umidvarəm bu ağasaz ola ki, sunuf müxtəlifə qarışmayaq, çə meykap, çə mezon, çə atölyə. İndi mən görürəm tərəf studio vurur meykap salonunda. Biri gəlir, mezon və sahilə alır, özü dolandırır. Kaş öz işimizi benə və Həsən düz əncam verə bilən mən əqqasını. Ondan sonra libası da müştəri özü eləyə bilər, biz modellər verək. Belə qəvi mezonlar var Təbrizdə, çə duxt eləyən, çə nümayəndəki. Çəsən libas furuşu, butik, getsin təhiyyə eləsin rahatdır. Rahatdır və ağahsaz oluna görə ərus damadlara ki, bir libası ki, 50 sevgili onun keyfiyyəti olanmaz. və bir söz formalitə hissləri yadigar qalır bir ömür. Adamın öz libası cəh ola ki, o hiss o halı ala libas. Ağa mövcudiyyət fəqət, baxın bura, əgər bizim mövcudiyyətimiz fəqət formalitəyə getməkdir, bizim filmimiz olsun, məsələn, xalam gəlsin, tağlarda buna baxsın. Əgər o cür olsa, arı, mənim zehnimdə, amma behdaşlı qoyam kənara, şayət qəbul eləyəm. Amma əgər istəyirik bir ömür o film əksi eşq eləyək, ondan sonra hal eləyək, arı yadigar qala da onun bir qəziyyəsi fərqlidir ki, kaş əruslar bu qəziyyədə də ağahsaz ola. İndiyəcən bir sualı var idi ki, sizdən soruşmayam. Hər şey soğuşmuş. Rahay dəstyafdan və damadı soğuşmamısınız. O bizdə də yoxdur. Onu gəl. Bir dənə afişan qoyaq ki, mən əruslarımla o ərus. Yox, bir dənə qiyaqçı duanevi istəyiz. Danışıram mən. Yox, ola duanevis, yaxçı duanevis tapamayıblar. Bir dənə dəvət eləyirik yaxçı duanevistlərdən ki, gələ bura bir tədad dollar rahkar verələr. Hala qədim deyidilər mamanın adı idi, indi deyirlər də o cavab vermir, onun kanalı bağlanıbdır.
5 əruz xanıma Mezonom istefnədən bir dənə təxfifi bavar nəşədən ki, indiyəcən görməyibsiz almışam ki, bu ədədə əgər komment eləsəz, biləcə şəraitə göndəriləcək. Və qabaqda live'ımız olacaq. Hər sualı ki, söhürsüz eləyə bilərsiniz. Kommentlərdə məndən soruşasınız ta live'da soruşam. Nüsxə kamili bu müsahibəmiz YouTube-dadır ki, linkin eləyə bilərsiniz peycimizin.